İyunun 26-sında 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlünün paytaxtın Nərimanov rayonu ərazisində yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb ölməsi faktı ilə bağlı hazırda araşdırma aparılır. Qeyd olunan araşdırma çərçivəsində prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meydə baxış keçirilmiş, zəruri istintaq hərəkətləri həyata keçirilmiş, eyni zamanda müvafiq sorğular verilmiş və ekspertizalar təyin olunmuşdur. Mərhumun meyti iyunun 28-də paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən kanalizasiya sularının təmizləmə məntəqəsində aşkar olunmuşdur və araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qeyd olunan kanal aidiyyatı qurumun Bakı Su Kanal İdarəsinin istismarında, Bakı Su Kanal İdarəsi tərəfindən istismar olunur və faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanmışdır və hazırda qeyd olunan cinayət işi üzrə intensiv istintaq hərəkətləri həyata keçirilməkdədir.